Quran-Kərimin bir ayəsi var, buyurur ki, bu Quranın möhkəm və mütəşabih ayələri var. Möhkəm ayələri ümmül kitabdır, amma mütəşabih ayələrin, onun təvilini yalnız Allah və Peyğəmbər bilir. Təbii ki, indi o məna baxımından indi orada da insanlar arasında, nə bilim, təfsirçilər arasında fikir ayrılığı var ki, və rasixuna fil elm və elmin dərinliyinə o vaqif olanlar, təbii ki, Əhl-i Beytdən məqsəddir orada. Bəzi insanlar var ki, onlara sual verirsən ki, sən ki, Quranı götürsən, ürəyin üstədə kimi tərcümə edirsən, möhkəm və mütəşabih ayələri tanıyırsan, deyir ki, nə möhkəm, nə mütəşabih ayə. Deyirsən, axı, sən möhkəm, mütəşabih ayəni bəlkə elə götürmüsən, elə öz ağlınla tərcümə eləyirsən. Yəni, sizin bu sözünüzə qüvvət olaraq mən dedim, bu sözü ki, yəni insanlar var ki, gəlirlər Allahın kitabını, elə düşünürlər ki, elə biz Allahın kitabını götürəcək, öz istədiyimiz kimi tərcümə də eləyəcək və istədiyimiz kimi də insanlara açıqlayacaq.